eyledin her zulme, sönmez taatına. Ya Fatime, ya Fatime. Sen zahan kadınlarının tadısan Zehra. Sen zahan kadınlarının tadısan Zehra. Hazreti Peygamberin evladısan Zehra. Hazreti Peygamberin evladısan Zehra. Duyduk tüm Hüseyin döktün şehadetini. Ehli Beyt Bakkasının reyhanı tam Zehra. Sen cahan kadın Hazreti Peygamberin evladısan Zehra. Hazreti Peygamberin evladısan Zehra. Gerek muraqibət eləyəsən şeytan əlindən almıyor, insanın əlindən alır. Burada pərdə çəkib Pərverdigar aləm, orada pərdəni götürəcək, ora hesabdır. O qədər dünyanın naz pərvərdələri zəlil olacaqlar ahirətdə. O qədər şahanı dünya zəlil olacaqlar ahirətdə. O kadar nazınen, əsrinen keçinenler, nazınen özlerine her gün birinci vuranlar zəlil olacaqlar alemi ahirette. Allah bir gözle hem vurmuş bizi öz halımıza koymayacağım. Yani bir gözle hem vurmuş insan gerek Allah'tan gaflet eləməyə. Allah rahmetiyle bizi kabul edeyim. Hey sındır ya, hey günah eli, ama bizi kapısından kovmayın. Deysen Allah gəlimdə gəlcinə, mən sülh eləyəm, sən sülh eləsin. Herkes istesen benim deryayı rahmetime varid ola, varid olsun. Varid olsun. Hareket eləsin. Bağlamamışam kapımın yüzüne. Bir ləhzə qeyri Xuda alemde yoktur. Her ne var özüdür. İnsan bir ah çəkə, ah. Gecə vaxtında hərdən yorğanı kənara vur, denən ilahi ah. Kabal oldu emrim Allah. Allah zamanlığım keçdiysə mən anlamadım bu aləmə nəyə gəlmişəm. Biz Peyğəmbərin məhzərindəyik, İmam-ı Zamanın məhzərindəyik. Gözün xiyanət eləyəndə xəcalət çəkməysən Allahdan. Xəcalət çəkməysən İmam-ı Zamandan. Xəcalət çəkməysən Peyğəmbərdən. Hərdən otururam denən Allah, Allah xiyalatdan yoruldum. Allah vəsvəsədən yoruldum. Allah qəflətdən yoruldum. Allah bu ibadət işik, namaz işik qılıyam, xəcalət çəkiyəm, yoruldum xəcalət çəkməkdən. Ufasız dünyaya. Yazırlar, 100 yazırlar, 700 yazırlar. Sevabı eləcəğin yazırlar. Bir dənə günahı bir yazırlar, onu da 9 saat mühlət verirlər, tövbə eləsən heç yazmasınlar. Yazandan da sonra tövbə eləsən qəbul edir. Özü də bilirsiniz də. Çox adam cavanlığında gün görməyib, qocalıqda onları tədarik edir, qəza edir. Gün görməyən daylıqlar, gün görcağın oynaqlar. Belə. Çox adam o cavanlıqdakı məhrumiyyətləri taza cibran edir. 40 yaşına yetişir, gene yalan danışır, gene günah edir, gene haram yiyir, gene namaz kılmır.
şeytan elini çeker onun üzerine, diğer dedem kurban olsun bu üze, day adam olmaz. Olsaydı 40 yaşına dön olar da olmadı da. ز 40 گذشت عمرت نشدی ز جهل خالی. Allah cavanlardan tez tövbəni qəbul edir. Buyurur, izzət-i cəlalımı and olsun, bu sütəmər uşaqlar olmasaydı, bu məndən qorxan təqvalı cavanlar olmasaydı, bu kəmər həmidə qocalar olmasaydı, göyü başının üstündə dəmir elərdim. Yeri ayağısının altında misdən möhkəm elərdim. Nə göydən bir qətrə yağış göndərərdim, nə yerdən bir dana buğda gövərdərdim. Günahlarınızın əsərində hamımızı bəlaya giriftar elərdim. Amma bu dindar cavanlara görə sizə ruzi verirəm. Süt əmər uşaqlara görə sizə ruzi verirəm. Kəmər xəmidə qocalara görə sizə rəhm edirəm. Lowla şəbabun xuşşə və ətfalun rüzzə və məşayiq rükkə. Bu üç taifə mühimmidirlər. Hazrete gelin çıkıp yadında kaldı, bu da yadında kaldı. Bir sevap 10 beraber, bir günah bir beraber. Çıkıp çok gelinde 2 çörek uğurlamışım, 3 nar, bu 5 günah. Bunu vermişim nahoşa, aza, bu 50 sevap. Biri ondu da 45'in çık, 5'in çık, 45'ime ne kazançtı da. Hazret bildi ki sen Kur'an'da bu ayəni oxuyubsan innəmə yətəqəbbəlullah minəl muttəqin, Allah təqvalılardan qəbul elər, düz mala, helal mala on sevap verərlər. Sən özgənin malını oğurlayıbsan bir günah, özgüyə bu haramı yedirdirsən 2 günah, harada sevap edirsən 10 yazarlar. Qədim axı bu toğlar, xoruzlar çox diri başıdılar. İndi imişi vurubla da, elə tut başın kəs dinməsin. Amma qədim bir xoruzu kəsindən daşdan aralanırdı. Yaxçı ustadam olmasaydı, sonra bu hülqümü tərəfin əlindən alardı, mındar olardı. Elə ki xoruz mındar olardı, gələrdi mallayana, amallah, biz bunu verək qonşumuzda bir kasıba nəzirəng adamsan. Verirsən bu mındarı kasıbın evi, libası, zindəganlığı, hamısı nəcis ola, sənin də dədən bağışlanır. Və bundan zirəng adam olur. Həm kasıbın haram yedi, tamam zindəganlığın nəcis elə, həm də dədən bağışlansın. Ben niyə biri vaxtı kasıb yadıva düşmədi? Təhrifi 2 taifə eləyib. Biri dinsiz abiddə, elmisiz abiddə günahı deyib və savabdır. Biri dinsiz alimlər. Müslümanlar bugün Aşura günü, gözyaşı döküp Hüseyin'e ağlayın. Gözyaşı döküp Hüseyin'e ağlayın. Hatırlayın zalimlerin zulmünü, hatırlayın zalimlerin zulmünü. Hüseyin yasında karalar bağlayın, Hüseyin yasında karalar bağlayın. Müslümanlar bugün Aşura günü, Müslümanlar bugün Aşura günü. Gözyaşı döküp Hüseyin'e ağlayın, gözyaşı döküp Hüseyin'e ağlayın. Hatırlayın zalimlerin zulmünü, hatırlayın zalimlerin zulmünü. Hüseyin yasında karalar bağlayın, Hüseyin yasında karalar bağlayın. O Kerbela çölüne indi Hüseyin, o Kerbela çölüne indi Hüseyin. Dedi bu çöl benim şehadet yerim, dedi bu çöl benim şehadet yerim. 70
72 yaveri ile Hüseyin, 72 yaveri ile Hüseyin, cihada hazır oldu Allah için, cihada hazır oldu Allah için. Müslümanlar bugün Aşura günü, Müslümanlar bugün Aşura günü, gözyaşı döküp Hüseyin'e ağlayın, gözyaşı döküp Hüseyin'e ağlayın. Hatırlayın zalimlerin zulmünü, hatırlayın zalimlerin zulmünü. Hüseyin yasında karalar bağlayın, Hüseyin yasında karalar bağlayın. Cehaletin inkarın askerleri, cehaletin inkarın askerleri, koskoca bir ordu ile karşıda, koskoca bir ordu ile karşıda. Kin ve küfür ile dolu kalpleri, kin ve küfür ile dolu kalpleri, savaşacak din ile din adına, savaşacak din ile din adına. Müslümanlar bugün Aşura günü, Müslümanlar bugün Aşura günü, gözyaşı döküp Hüseyin'e ağlayın, gözyaşı döküp Hüseyin'e ağlayın. Hatırlayın zalimlerin zulmünü, hatırlayın zalimlerin zulmünü. Hüseyin yasında karalar bağlayın, Hüseyin yasında karalar bağlayın. 3 gün susuz kaldı Hüseyin ordusu, 3 gün susuz kaldı Hüseyin ordusu. Kurudu dudakları çocukların, kurudu dudakları çocukların. Düşman bırakmadı varsın damla su, düşman bırakmadı varsın damla su. Kesildi kolları susuz Abbas'ın, kesildi kolları susuz Abbas'ın. Müslümanlar bugün Aşura günü, Müslümanlar bugün Aşura günü, gözyaşı döküp Hüseyin'e ağlayın, gözyaşı döküp Hüseyin'e ağlayın. Hatırlayın zalimlerin zulmünü, hatırlayın zalimlerin zulmünü. Hüseyin yasında karalar bağlayın, Hüseyin yasında karalar bağlayın. Mekke'dir evimiz, Medine yurdumuz, Necef'tir zinetin, Kerbela gayretin. Mekke'dir evimiz, Medine yurdumuz. Bismillahirrahmanirrahim.
ثم رددناه أسفل سافلين إلا الذين آمنوا وعملوا الصالحات فلهم أجر غير ممنون والتين والزيتون وطور سينين وهذا البلد الأمين لقد خلقنا الإنسان في أحسن تقويم Bizim Zəhra şivanamız var. Bizim Zeynəb şivanamız var. Bizim Həzrət Xədicə şivanamız var. Bizim kimlərdən ibrət götürməyə ehtiyacımız yoxdur. Xanım Zəhra aleyhisselam insanlığı qorxuşan, en azından bir qadın ki, bütün qadınlar üçün nümunədir. Nə baxın? İnşallah ki bu məclisdə çok insanlar var. Onların her böyle bir söylemesiz var. Ama mecliste bir insan var. Öz adetiyle bu meclisin bulunmasından ötürü çok elbette bir şey, burada bir şey, isteyen bir şey, o kişi Karın Zehra'nın hakkında bir kendi sözlesin. Sonra inşallah çimensiz devam ediyoruz. Salavat Muhammed'e. Bismillahirrahmanirrahim. Bugünkü gündə sizin bura gəlmənizi mən çox hoş gəldiniz. Belə bir gündə siz bura təşrif buyurmuşsunuz inşallah. Yəni bunun bura yığılmaq səbəbi də bizim o qardaşımız Kərbəlayıdır. Yəni Allah onu da ömrünü uzun eləsin. Sizin hamınızdan razıyam. Allah sizin ömrünü uzun eləsin və tuttuğumuz yoldan Allah sizə belə gözəl, yaxşı əməllərini görə Allah sizlərə öz nimətini verir. Bismillahirrahmanirrahim. Ben bugünkü gündə Həzrət Xanım Fatimiyə Zəhra sallallahu aleyhi hanım mövludu münasibəsilə bütün mümin və müminələri ürəkdən təbrik edirəm. Onlara göstərən can sağlamlığa, tutduqları bu gözəl, doğru, düzgün yolda müvəffəqiyyətlər arzu edirəm. Allah'a giden yolda ilahi fərza arzu edirəm.
Bu işin təşkilatı.